müraciət edirəm mən. Gəncə şəhər baş polis idarəsində, Gəncə şəhər prokurorluğunda bizim işimizi baxmırlar. Bizi təmiz pis günə salıblar. Sizdən xahiş edirəm ulu öndərim. Bu işimizə baxın. Gəncə şəhərində yerləşən Servanbardın əməkdaşları Tural Hacıyev Cəliloğlu, Şirxan və Sərxan qardaşlarıdır. Sizdən xahiş edirəm, köməklik edin. Ancaq ümidim sizdədir ulu öndərim. Azərbaycanın xilaskarı, siz mənim üçün yaşayırsınız. Ona görə sizə müraciət edirəm. Goranboy rayonunda da, Goranboy rayon polis idarəsində, Goranboy rayon prokurorluğunda bizim işimizə baxmırlar. Bizi məhv ediblər. 6 nəvəm var, özümdə 64 yaşım var. Qasımov Yuri Qurbanalıoğlu, Dəlmət şəhərində yaşayıram. Xahiş edirəm, köməklik elə, ulu öndərim. Üzümü sizə tutub gəlirəm. Ulu öndərim, mən sizə müraciət edirəm. Bizim işimizə baxmırlar. Çünki Gəncə şəhərində yerləşən Servanbar şirkətinin onların müdirləri, onların şirkətləri Tural Hacıyev Cəliloğlu, Şirxan və Sərxan Əliyev qardaşlarımız var. Bizim başımıza başladıkları oyunlarını tədəliyirlər. Bizim işimizə Goranboy rayon polis idarəsində, Goranboy rayon prokurorluğunda da baxmırlar. Özümü sizə tutub gəlmişəm, ulu öndərim. Siz mənim üçün yaşayırsınız. Mən sizlə fəxr edirəm. Həmişə də fəxr eləmişəm. Xahiş edirəm, köməklik edin. Biz çıxılmaz bir vəziyyətdəyik. Sağ olun, çox sağ olun.